Astana şəhərində Saken Seyfulin adına Qazax Aqrotexnik Universitetində Baurjan Momuşlunun muzeyi açılıb. Astana şəhərində Saken Seyfulinin adına Qazax Aqrotexniki Universitetində görkəmli Qazax hərbi xadimi və yazıçısı Baurjan Momuşluna həsr olunmuş muzeyin təntənəli açılış mərasimi keçirilib. Наступающим праздником, Днем Победы, Днем наступления мира, Днем памяти о тех наших героев, которые отдали жизнь в Второй мировой войне. Как вы знаете, во Второй мировой войне Республика Казахстан каждой 9-й пулю заливался из свинца, из меди, казахстанская изготавливается в Казахстане. И в этом Второй мировой войне тогда бывшего Советского Союза огромный вклад внесли Республика Азербайджан. Baurjan Momuşlu Sovet İttifaqı qəhrəmanı, Böyük Vətən müharibəsinin iştirakçısı, əfsanəvi general Panfilovun rəhbərlik etdiyi 316-cı diviziyada batalyon komandiri, həmçinin müharibədə və hərbi psixologiya mövzusunda bir sıra əsərlərin müəllifi olub. Сегодня мы находимся в городе Астане, в Аграрном университете имени Сейфуллина. Сегодня открыт музей, посвященный памяти победе, 80-летию победы в Великой Отечественной войне и всем ветеранам боевых действий. Ветеранами боевых действий это у нас ветераны Афганистана, Карабаха, Ирака, таджико-афганской границы, Чернобыля. Сегодняшний этот музей назван имени Baurjana Momuşlu, нашего легендарного полководца. Açılış mərasimində parlament deputatları, Böyük Vətən müharibəsinin veteranları, həmçinin 1-ci Qarabağ müharibəsində iştirakçıları iştirak ediblər. Muzeydə Baurjan Momuşlunun şəxsi əşyaları, sənədləri, fotoları və ədəbi əsərləri sərgilənir. Ekspozisiyada onun vətənpərvərlik ruhunun formalaşmasındakı rolu və gənclərin hərbi cəsarətinin tərbiyəsindəki əhəmiyyəti xüsusi vurğulanır. Ölkənin aparıcı Aqrar Ali Məktəbində bu muzeyin açılması tarixi yaddaşın qorunmasına və gənc nəslin vətənpərvərliyi və qəhrəmanlıq ruhunda tərbiyəsinin vacibliyi bir daha nümayiş etdirilir. Muzey universitetin tələbələri, müəllimləri və Baurjan Momuşlunun həyat və irsi ilə tanış olmaq istəyən hər kəs üçün açıqdır. Pərviz Mikayılov, İldırım Musayev, TV1, Astana, Qazaxıstan.